hamının da əziyyəti var, hər idmançının. Hələsinin özünə görə sənin kimsə hansı bir idmançının formu kimdənsə biraz Bəhramdan götürəcəksən, biraz Rafaeldən, biraz Hacıdan, biraz nə bilim Nazimdən, biraz Çingizdən. Yəni hərədən biraz. Rafael fizinin stoykası, məsələn, sonra kimi bir şey, güləş kimdə olsun? Güləş. Güləşdən çox. Hacı Əliyevin güləşi. Nətərdir sənin üçün? Hacı görsən o sistem yerlindir. Naşıvanlısan. Hacı Əliyevə salamlar göndərik buradan. Yəni görsən deyir Hacı Əliyevin güləşi. Sonra nə qaldı orada? Trenerimdə söhbəti. Trenerimdə danışmağı. O üçün ən gözəl. Və UFC-də də inşallah söz deyəcəksən. Bax, UFC, neçə il UFC izləyirsən? Mən idmana başlamamışdan əvvəl də UFC izləyirdim, ilk əvvəllərdən. Bəs necə, sən dedin ki, UFC keçməmişdən qabaq nədənsə başlayasan, sonra keçidi. Yəni məqsəd o idi, fikir o idi, plan o idi. Məqsəd həmişə UFC olurdu. Yəni o döyüş, necə deyim, oradakı stres çox xoş gəlirdi. Sevinir. Cəmaat deyir stres. Adam deyir ki, günün altına çıxıram, stres yaşayıram. Yəni o sərbəstlik idi, yəni gir döyüş, nə bacarırsan göstər. Sən uşaqlıqda danışqın olmusan? Yox, çox, heç kimə işim. Heç kəsin işin olmuyor. Daha indi necə belə döyüşə həvəsin var sənin ki, oradakı stres... Gözü ilə deyir, Rəfət müəllim, elə bu döyüşü gözü ilə. Sən burnun sınır. Yox, sınmıyor. Burnun, yəni, güclü zərbə buraxan deyilsən, daha aydın məsələdir. Burnun sınmıyor, indənəkdə. İndən belə də sınmayacaqdır, mən düşünürəm. İnşallah. Yəni zədə, yəni belə bir problem olmuyor. İnşallah bundan sonra da olmasın. No idmandır da, istər-istəməz adam istəmir olsun. No insan geri hər şeyə hazır olsun. Çünki bu UFC-də. Bunu sınmayan idmançı da, yəni deməli, onda bir fərqli var. Ona görə istəyirəm ki, indən belə də burnum sınmasın.